Və Nəbi sallallahu aleyhi ve sellem buyurur ki, zülm qiyamət günü zalıma qatı qaranlıq olacaq. Yəni, zülmət bu dünyada bir insana həyatını necə qaraldırsa, necə onun ömrünü, həyatını alt üst edirsə, eləcə də bunun müqabilində o kimsənin, yəni bu zülmü edən tərəfin də həyatı onun misli şəkildə, yəni təsəvvürümüzə gətirə bilməyəcəyimiz qədər, misli olmayacaq qədər, bənzərini bəlkə də görməyəcəyimiz qədər Allah Azza və Cəllə nə edəcək? Onun üçün qiyamət günü həmin zalıma qatı qaranlıq edəcək. Və xəsislik də kişinin həm öz nəfsinə, həmsinin ön tərəfdə, yəni qarşısındakı insana, o istər qardaşı olsun, istər bacısı olsun, ona qarşı etmiş olduğu nədir? Zülümdür. Zülümdür. Məsəl üçün bir müsəlman gələr, digər müsəlmana işi gördürər və sonra nə edir? Sonra onun malını verməz və yaxud da sonra onun pulundan kəsər və yaxud da sonra ona sən onsuz da bunu belə eləmişdin, sən məsəl üçün bu bəsdir deyər və nə olar? Qardaşının nəfsinə zülm etmiş olur.